ürəyindən xəstə düşən, çünki mən onu məhz ürək əməliyyatı zamanı ziyarət etmişdim mərkəzi klinikamızda. Orada bir xeyli söhbət etmişdik, amma yaxın günlərdə dedim ki, ürəkdə varmı bir narahatlığım? Vahid müəllim bu son dəfələrdə bura gələ, səhv eləmirəmsə bir 2 həftə qabaq ya 3 həftə qabaq təhsil dairəsində qonaq idi. Sabah təbii ki biz onunla bağlı burada keçirdiyimiz o anlardan bir xatirə videosu təqdim edib onun əziz xatirəsini bir daha anacağıq. Mən bu barədə sabah daha ətraflı və təfərrüatlı danışacağım. İndi qəhər boğur məni. İnanmaq da istəmirəm. Çünki yenə deyirəm, çox dəyərli bir adam idi və son dəfə də soruşanda ki, Vahid müəllim, ürək baxırmı sözə? Dedi ki, belə də boş vermişəm artıq. Amma ürəyi boş vermək olmazdı Vahid müəllim. O zaman həyatda yerin boş qalır sənin. Amma yaxşı ki, ailənizdə, evlatlarınız, nəvələriniz o yeri dolduracaq.